Sözsüz ki, burada ümumiyyətlə atəşkəsin bağlanmasında da və müəyyən qədər dayanıqlı qalma ehtimalı varsa da, burada əsas pay sahibi Amerika Birləşmiş Ştatlarıdır. Çünki İsrail üzərində də biz bilirik ki, Donald Trumpın ciddi baskıları var. Məsələ burasındadır ki, İsrail kabinetində atəşkəsə heç də hər kəs müsbət yanaşmır. Mən bunu dəfələrlə bildirmişəm ki, hazırki İsrail hökuməti İsrail tarixində hakimiyyətdə olan ən sağ millətçi, ultra-ortodoks bir hökumətdir və orada sözün əsl mənasında tam şəkildə Qəzzanın aneksiyasını dəstəkləyən qüvvələr də var. Elə Bezalel Smotrichdən tutmuş İtamar Ben-Gvirə qədər bu şəxslər ümumiyyətlə müharibənin davam etdirilməsinin tərəfdarıdırlar və xatırlatmaq lazımdır ki, Netanyahu dəmir qılınclar əməliyyatını başlayanda iki əsas məqsəd qarşısına qoymuşdu. Birincisi, əsirlərin geri qaytarılması ki, bu demək olar ki, baş verdi. İkinci məqsəd amma Həmasın ləğvi idi. Amma bu məqsədinə hələ ki, tam şəkildə deməli, İsrail tərəfi çata bilmir. Düzdür, Həmasın deməli, hərbi imkanları xeyli azaldılıb, rəhbər deməli, şəxslər deməli, öldürülüb, amma öldürülənlərin yerinə yenisi gəlib. Yəni, Yəhyə Sinvar öldü, yerinə Məhəmməd Sinvar gəldi. Məhəmməd Sinvar öldü, yerinə deməli, İzzəddin Həddad gəldi. Yəni, bu ideologiya qaldıqca bu Həmasın ləğvi məsələsi müşkül məsələdir. İstənilən halda ABŞ hazırda bu sülhün atəşkəsin davamlı olmasında maraqlıdır və İsrail sözsüz ki, geniş miqyaslı hərbi əməliyyatın həyata keçirməsi üçün növbəti mərhələdə bu ABŞ-ın deməli yaşıl işığını almalıdır ki, düşünürəm ki, bununla bağlı da ola bilsin ki, İsrail ilə ABŞ arasında danışılar. Sadəcə hələ ki, Netanyahu çalışır nisbətən daxili siyasətdə vəziyyəti sabitləşdirsin. Onun hökumətində də müəyyən narazılıqlar var idi. Yayda onun hökumətindən ultra-ortodoks güclər, deməli dindar fraksiyalar ayrılmışdı. Bir il qalıb bilirsiniz növbəti seçkilərə. Bu seçkilər ərəfəsində Netanyahu istəyir ki, daxildəki vəziyyəti konsolidasiya etsin öz lehinə və yeri gəlmişkən bu əsirlərin geri qaytarılması da düşünürəm ki, Netanyahunun statusuna müsbət hallar gətirəcək addımlardan biridir ki, indi Netanyahu da çalışacaq ki, bu vəziyyəti öz lehinə daha da belə deyək də konsolidasiya etmiş olsun. Sizin də dediyiniz kimi təqribən bir il sonra seçkiyə hazırlaşır İsraildə və İsrailin baş naziri Benyamin Netanyahu yenidən seçilmək niyyətindədir və həm hakimiyyət daxilindəki o hərc-mərcliyi aradan qaldırmalıdır, həm də cəmiyyətdə olan neqativ rəylərin aradan qalxması üçün addımlar atmalıdır. Cəmiyyətdə də girovlarla bağlı bir səs-küy var idi, etirazlar var idi. Düzdür, onların sağ qalanların hamısı təhvil verildi, amma bəzilərinin sizin də dediyiniz kimi meyitləri hələ də təhvil verilməyib. Bu məsələ, yəni Qəzzada aparılan əməliyyatlar və davam edən müharibə sizcə seçkiyə Netanyahu üçün mənfi təsir göstərə bilərmi? Daha ciddi anlamda mənfi təsir ola bilərmi? Və bu səbəbdən Netanyahu atəşkəsə razılaşmaq məcburiyyətində qala bilərmi? Bilirsiniz, atəşkəsə onsuz da Netanyahu razılaşıb. Amma burada sual ondan ibarətdir ki, bu atəşkəs nə qədər davamlı olacaq. Məsələ odur. Birinci atəşkəs davamlı deyil. Atəşkəs. 2009-da da atəşkəs imzalanmışdı, 2016-da da. Məsələnin fundamental köklü səbəbləri həll olunmadıqca, burada münaqişə yaranma ehtimalı yenə də var. Yəni, tutaq ki, Həmas əgər silahı yerə qoymayacaqsa, İsraildə tutaq ki, qatı sağ deməli, hökumət qalacaqsa, münaqişə olma ehtimalı bugün də var, sabah da var. Digər tərəfdən, İsraildəki ən son sorğulara görə hakim deməli, partiyaya, yəni Likuda gedir söhbət. Likuda qarşı etimad deməli, var, amma əvvəlki, tutaq ki, bir ilə baxanda nisbətən daha azdır. Bu da ilk növbədə ondan irəli gəlir ki, insanların çoxu sırf bu girovlar məsələsində Netanyahuya artıq bel bağlamaq istəmirdilər. Onlar düşünürdülər ki, deməli, Netanyahu əsas odur ki, Həması məhv etsin, əsirlər onun deməli, əsirlərə əhəmiyyət vermir. Ona görə də xalqın gözündə bir növ Netanyahunun imajı müəyyən qədər zədələnmişdi. Amma indiki halda artıq girovların geri qaytarılması və Trumpın da yeri gəlmişkən Netanyahuya ciddi dəstək gördü. Bilirsiniz, Trump gəldi Knessetdə çıxış elədi. Orada hətta belə bir ifadə işlətdi ki, gərək onun qədrini belə, hətta prezidenti dedi ki, onu pardon, yəni onu bir növ bilirsiniz, Netanyahunun məhkəməsi gedir və prezidenti dedi ki, bəlkə onu bağışlayasınız, yəni onu deməli, bu xovdan qurtarasınız. Yəni, Trumpın əslində Netanyahunu dəstəkləməsi özü də İsrail xalqının gözündə Netanyahunun xalının artmasına gətirib çıxara bilər. Çünki Trump bu dəqiqə İsraildə bəlkə də Netanyahudan da daha çox təqdir edilən bir növ şəxsdir ki, bu baxımdan... Elə onun necə qarşılandığını da biz izlədik.